İdeal burgerin fikrimcə ən vacib hissəsi çörəyidir. Gəlin resepti göstərim. 400 qram un, 150 ml süt, 50 ml su, 1 yumurta, 40 qram kərə yağı, duz, 2 xörək qaşığı şəkər, 1 paket maya ilə xəmiri yoğurub 30-40 dəqiqəlik mayalanmağa qoydum. 500 qram qiymə, duz, istiot, paprika və sarımsaq tozu qatıram. Porsiyalara ayırıb, qəlib ilə formalaşdırıb, soyuducuda gözlədirəm. O vaxta kimi xəmiri kündələyib, 10 dəqiqə yenidən mayalandırıb, üstünə yumurta vurub, sobada 180 dərəcədə 20 dəqiqəlik bişirirəm. Sos üçün ketçup, xardal, mayonez və turşu suyu qatıram. Ətləri qızardıram. Çörəyi bölüb, sos vurub, iceberg, pomidor, turşu xiyar, ət, pendir, ikinci qat ət, yenidən pendir qoyub əridirəm. Resepti sınayıb, like edib izləməyi unutmayın. Gəlin də arxada bu yana son. Eşşək.